Dostlar, biz indi sertifikat üçün təlimə cəlb olunmuşduq. 3 gün təlimdən sonra gəlmişik. Qardaşla Yezdəyə gəlmişik, bəli. İndi kalın formasında davam edirik hal-hazırda dostlar. Bəli. Əlbəttə ki, qanuni şəkildə remenlərimizi bağlamışıq. Bəli. Necə sağ güzgülər, sol güzgülər, orta güzgü, hamısı necə lazımdır, qanuna uyğun tənzimləmişik. Bəli. İdarə etdiyimiz maşın da BYD Distrol 05. Bəli. Qardaşın dediyi kimi. Gördüyünüz kimi davam edirik. Bu dostumuz da aksentlə qoşulub. 1.4 benzin, onu da qeyd edək. Necə səs çıxdı. Necə çıxdı? Kimdən çıxdı? Bəli dostlar. Onu da qeyd eləyək ki, ərazi kameralarla müşahidə altındadır deyirlər. Maraqlıdır belə dostlar, həqiqətən ləzzət eləyir. Məsim qardaş deyir ki, bu işin haqqını verərəm amma bugün. Elə deyirlər. Bəli. Taksi Baku. Taksi Baku kanalımızın rəhbəri. Rəhbəri, bəli. Qardaşımızdır. Allah ömür versin abi. Dostlar, diqqətiniz bizdə olsun. Maraqlı video olacaq. Bəli. İndi minasından atlanacağıq, suyun üstündən keçəcəyik. Bəli, elə deyirlər. Əlbəttə ki, biz buna tam hazır olmuşuq. Desən oradan atar, yox. Bəlkə şüşələrimizi bağlayaq, birdən da su zatırarlar desin. Bəli, bağladım ben. Dostumuzdur qabaqda gedən. Dostlar. Aha, maşın saxlayıb ucu. Burada saxlayırlar. Hər halda. Biz də oradan fırandıq da. Bəli, indi orada manevrlar keçdi. İndi biz onun suda saxlamamalıyıq əslində, paxlavanı. Paxlavanın üstünü saxlamaq olmaz, bəli. Qəti qadağandır. Qəti qadağandır. İndi dostlarımız düşüb orada. Dostlar, biz də düşək, yoxsa nətər? Hər halda düşəkdir. Paxlavanın üstüne saxlamaq olmaz. Bəli, avarın önünü qoş. Qoş ki, bəli dostlar. Kubaltda elə elənsət yandı da. Kubaltda elə elənsət yandı da abi. Bəli. Yer zadı uşaqlar. Halaldır yandı bax. Bu qırmızı lakta. Sonra ayağımızı qazdan çəkib turumuz verməliyik. Kəskin turumuz. Bəli, çəkəsən solda. Yox, mən sənlə olacağım da, sən içərdən çəkəcək. Öyle bir yedi.
Hamıdan yaxşı ödəyəndə. Avtomatik də var. Halaldır. Nəysə, biz yavaş-yavaş yaxınlaşaq da. Nəysə, indi növbə birazdan bizə çatacaq. Nə fikirləşirsən? İndi biz rekoru bıraxdıq orada. Ən Bəli. qısa məsafədə biz. Ən pis halda nə etməliyik? Bəli. Dostumuz, Aksentten bax. qardaşımız orada fikirə gedib. Yanğı dayansı. İşte. Bəli. Növbə birazdan bizə çatacaq. Bir qabağa. Biz sen indi yoxsa abi. İnden araba indi heç bizi qoymayacaq ora. Böyle. Dostlar. Her şey ağladı bu. Bir tane de akva var. Bu da dostumuz da yəki. Biri fikirlə gəlir və Doblo ilə. O Doblodan niyə gəlir oradan? O Doblonu vəbşə beton da saxlamaz. Keçmiş edəcək. Ona qədər ucu uçacaq da o. Böyle dostlar. Sıra birazdan bize gelecek. Aha Niva da gəlir. Bu ala birinci parkurda bir neçə dəfə olacaq. Bir dənə Niva gəlir, halal olsun. Böyle. Kardeş Niva ilə sözün deyəcək. Onu da qeyd eləyək ki, ərazi kamera ilə müşahidə altındadır. Baxın, kameralara baxın. Müəllimimiz oradadır. Göstəriş verir. Yani burada fast food da var. Saxladı ya, oldu. Ya girmədi. Leyləni eləmək vacibdir də, bilirsiniz. Maraqlıdırsa yolun üstündəki xətlərə baxırsınız ki, neçə metrdən dayanmısınız. Oldu. Ondan sonra hərəkətə davam edirsiniz. İrəli. Yetdi yolda. Çok kaldırma, çok. Bırak bas. Hal oldu abi, hal oldu. Önce ses biz çıkardı. İyi de çıkarttık. Eşk olsa. 70 dedi, mən 80 elədim. Eşk olsa, onu demiyorsan da orada. Hepsi düşe indi gidiyor orada. Ama bize niye bakırlar? Biz nasıl elədik Yusuf? Biz nasıl elədik? Biz eli yerində götürəndən cıra götürdük başla. Biz nasıl elədik abi? Evet dostlar, gördüğünüz gibi əməlli başlı iş gördük də biz. Konkret iş gördük. Dostlar, o parkuru keçdik, indi növbəti parkurdayıq. Bəli, əlbəttə ki, Məsin müəllimlə birgə. Valla müəllim tapşırdı ki, iminli 70'e qədər maksimum yağın, sonra ayağınızı qazdan çəkib eski kəskin tormuz verin. Qaqam dedi, qaqa, mən hamıdan fərqlənməyi xoşlayıram, 70 dedi, 80 çıxacağım. 80'də çıxdı. Elə ki, kəskin tormuzdan sonra nəinki əyləcin səsi, təkəri iyidi çıxdı. Burada olanlar da heç biri nahar fasiləsi eləməyib, hamı acıb. İyidən sonra hamı elə bildi ki, nəsə bişirilir burada. Böyle. Getdi ya olur. Nəsə maraqlı tema var. Ha, bu əgər bizi fırladırsa, kuru qaldırırsa, nəsə qəribə maraqlı tema var. Kim istəsə gəlib burada pulla təlimini keçə bilər. Bəli. Saatı 40 manatdır deyirlər. 70 manat da var, 40 manat. Onların fərqini ancaq bilmirik.
Ha, bu uşaqlar reyindən biz də biləcək. Bu dəmirlərin arasından keçirik yavaş-yavaş dostlar. Görürsünüz də yerdə var turbalar. Kimsə yıxıtdı birini. Kimsə birini yıxıtdı o şey. Tormuzsuz keçməlisiniz. Bəli, tormazsız onu qeyd edək uşaqlar. Gəldiyin sürətlə də keçməlisən. Veya bu qazdan çəkməmək şərti ilə. Bəli. Ünvandakı Bakubasın qarajı. Aha, yenə yığışırıq burada. Babam müəllimimiz yenə uşaqlar yığa buraya başına. Hələlik pauza verirəm ki, müəllim deməsin ki. Dik gözlər. Nəsə desə bu uşaq da başlamamış kəsildi. Dostlar, Yezadan keçdik, imzalarımızı çəkib gedirik indi. Nəsin? Все, bitti. İndi təlimçilərə nə arzulursan abi? Allah hamısına uğurlar. Bəli. Allahdan. Bəli. Sağ-salamat imtahanı keçsinlər. Bizim kimi. İnşallah. Bizdə bir də imtahan qalır, bəli Rıza. Biz ama bomba yerdə saxlamışıq abi. Bəli, hepinizi çıxacaq. Sevəli dostlar. Hər birinizə uğurlar. Taksi Bakı kanalımızı da izləməyi unutmayın. Abunə olun. Videolarımızı like edin.